Salam dostlar, bugünkü mövzumuz IELTS imtahanını vermək istəyən tələbələr və imtahandan narahat olan tələbələr üçün qısaca bir videodur. Orada özünüz də bilirsiniz ki, 4 skilldən imtahan verəcəksiniz. Listening, writing, reading, bir də speaking. Bugünlük speaking mövzu üzərində çalışacağıq. Deməli, speakingdə sizə bir neçə sual təqdim oluna bilər. Siz bu sualları geniş şəkildə cavablandıra bilərsiniz. Qısa şəkildə cavablandıra bilərsiniz. Əsas odur ki, qarşınızda sizdən imtahan götürən şəxsin, yəni kim olursa olsun, ona sualın cavabını elə variantda vermək lazımdır ki, o cavabdan razı qalsın. Yəni saatlarla danışmaq olar bir sual üzərində, amma elə deyil. Sadəcə olaraq biz o mövzuya toxunmalıyıq. Misal üçün suallara baxaq. Suallar görünür ki, sadədir. Sadə və təfərrüatlı şəkildə cavab vermək lazımdır. Misal üçün yazıb ki, birinci sualda May I have your name please? Sən də qısa cavab verə bilərsən ki, hello, my name is Ayşə. Belə cavablandırırsan. İkinci suala deyir ki, what's your religion? Cavab olaraq, I am Muslim. For example. Yəni, bu həm sadəcə olaraq cavablarımdır. What's your favorite color? Üçüncü sualda belə bir şey soruşur. For example, my favorite color is blue because it is a color of sky that I love a lot and it's kind of happy color too. Nə demək istəyir burada? Soruşur ki, yəni sənin sevdiyin rəng hansıdır? Sən qısaca belə də deyə bilərsən. My favorite color is blue. Amma onda sual işarəsi yaranacaq ki, blue rəngini niyə sevir, mavi rəngi niyə sevir? Sən sadəcə orada deyirsən ki, because it is a color of sky, çünki səma rəngidir. That I love a lot and it is kind of happy color too. Yəni xoşbəxtlik rəngidir. Səma rəngidir. Yəni ona açılış verirsən. Ya çox danışmırsan, ya da az danışmırsan. Burada artıq aydın olur ki, sən bu rəngi niyə sevdin? Sonraki sual, what's your favorite leisure activity sualıdır. Cavabı belə də verə bilərsən. The leisure activity that I adore a lot is bike riding. Yəni ola bilərsən velosiped sürürsən. Digəri onun yerinə I adore a lot car, etc. Hiking. Yəni hər bir şey deyə bilər. Sonra izah verməlisən buna ki, niyə bunu sevirsən? It's kind of exercise and through that you can enjoy visiting places, getting mental relaxations, as well as invigorating your body. Artıq orada izah edirsən ki, yəni mən müəyyən yerlərə getməkdən həzz alıram, həm bədənim üçün, orqanizm üçün yaxşıdır. İdman edir də bir növ velosiped sürərək. İndi bu velosiped sürərək bunu izah elədi. Sən əgər maşın sürməyi sevirsənsə, asudə vaxtında artıq o maşınla gedəcəyin yerləri təsvir edirsən. Sonraki sual, what's your favorite museum? Bu arada evdən zəng gəlir. Yeri deyil də yəni. What's your favorite museum? Sevdiyiniz muzey hansıdır? Cavab olaraq in a friendly way or personally belə də başlaya bilərsiniz. For example, personally I prefer modern museum. Where you can actually do things or learn how something works. Old-fashioned museums seem pretty boring to me. Yəni, personal ilə başlamaq olar, friendly way ilə də başlamaq olar, in my opinion ilə də başlamaq olar. Əsas odur giriş eləmək lazımdır. Yəni, deyir, mən müasir muzeylərə üstünlük verim. Tam ki, mən belə cavab verdim. Çünki artıq orada hər bir şeyi öyrənirsən. Yəni, old olan, yəni köhnə olan bir şeylər məni sıxır. İndi siz ola bilər ki, siz köhnə qalıq olan, yəni köhnəliyi sevirsiniz, onu da geniş şəkildə izah eləyə bilərsiniz. Sonraki sual, do you agree with co-education? Təbii ki də burada sən cavab verə bilərsən ki, məsələn, təbii ki, that is a hard question or simple question, kimə necə asandır ya çətin bir sual olacağını bildirir. Cavab olaraq, I think single sex schools are probably better. They say that the girls do better at single sex schools, you know, but boys don't apparently. Kim necə istəyir o tipdə cavab verə bilər, amma əsas odur ki, sizin cavabınız ona daha yaxın olsun. What's your idea about building a kind of colony in space?
Cevap olarak belə deyə bilərsən ki, I don't think we should waste money on trying to build a kind of colony in space because frankly we have enough problems on Earth that we need to fix first. Sonuncu sualda da which criminal recognition system is better? Well, we have to remember that it's high possibly to end up in a prison even if you are completely insane.